Torpaqlarda sükut var idi. İndi isə texnika işləyir, evlər tikilir, həyat qayıdır. Uzun illərin həsrətindən sonra Cahangirbəyli kəndi öz doğmalarını qarşılamağa hazırlaşır. Necə? Kəndin ümumi layihəsi 179 hektarı əhatə edir. Birinci mərhələdə 62 hektar ərazidə 242 fərdi evin tikintisi davam edir. Demək olar ki, bütün evlərin qaba işləri tamamlanıb. Dam örtükləri bəzilərinin vurulubdur, bəzilərinin artıq daxili bəzək işləri davam edir. Həmçinin bununla yanaşı paralel olaraq sahə daxili kommunikasiya işləri də görülür ki, elə kənd yollarının çəkilişi də həmən o daxili kommunikasiyaya aiddir. Bura kənd yeridir. Burada bir həyətyanı sahə, bir 12 sot həcmində həyətyanı sahəsi olacaq evlərin, ailələrin və o 12 sotun daxilində köməkçi bina da olacaq ki, yəni el arasında ona əl-ayaq damı da deyirlər, təsərrüfat məqsədi ilə istifadə etmək üçün. Sel sularının, yağış sularının idarə edilməsi məqsədi ilə müxtəlif qurğular, sonra su daşıyıcı, su ötürücü boru kəmərlər və drenaj xətləri də nəzərdə tutulur. 242 evdən 216-sında qəlib dəmir beton işləri tamamlanıb. Yerdə qalan 26 evdə isə 305 səviyyəsində qəlib dəmir beton işləri davam etdirilir. 151 evdə dam örtükləri vurulubdur. 175 evimizin pəncərə blokları quraşdırılıb. Bu evlər 2, 3, 4 və 5 otaqdan ibarətdir. Evlərdən birinə gəlmişik. Xoş gəlmişsiniz. Gəlin mən sizə göstərim evlərdən birini. Bir mərtəbəli evlərdən biridir, yəni fərdi yaşayış mənzilidir. Burada 3 otaq var və gördüyünüz kimi girişdə belə bir tambur dəhlizi var. Bu otaqda temperaturun qorunub saxlanmasına kömək eləyir. Yayda sərin saxlayır evi, qışda isə isti qalmağına kömək eləyir. Və burada solda, sağda demək otaqlardır. Sanitar qovşağıdır və mətbəxə keçərik. Burada təkcə evlər deyil, kənd üçün infrastruktur da qurulur. Məktəb binası, uşaq bağçası, bazar kompleksi, inzibati və çoxfunksiyalı binalar inşa edilir. 264 yerlik məktəb binasıdır. Cahangirbəlidə birinci mərhələ üçün köçəcək əhali üçün nəzərə alınıb. Məktəb binası 3 mərtəbədən, yəni bir mərtəbəsi zirzəmi, digər 2 mərtəbəsi yerüstü olaraq nəzərdə tutulub. Məktəbin əsas girişi bu hissədəndir. Girdiyimizdə sağ tərəfdə bizdə idman meydançası nəzərdə tutulub. Sol korpusumuz təhsil müəssisələrinin yerləşmə otaqlarıdır. Hal-hazırda obyektdə kommunikasiya xəttlərinin çəkilişi davam edir. Elektrik, zəif axın xəttlərinin çəkilişi sürətlə davam edir. Bir sözlə, Cahangirbəyli kəndi artıq öz sakinlərini qarşılayacaq günə hazırlaşır. Qarabağın yenidən dirçələn hər qarışı kimi bu kənd də həyatla dolub daşmaq üçün can atır. Qarabağ yenidən qurulur, daş-daş, kənd-kənd. Cahangirbəyli kəndi də yeni quruculuğun növbəti ünvanıdır. Tikinti işləri yaxın gələcəkdə yüzlərlə ailənin yurduna çevriləcək. Əntiqə Fərəcova, Xalid Əliyev, Zaur Bayramov, Maşallah İlxanoğlu, ASTV Xəbər.